Nə qarırlar görəsən olar? Qaqa bizim maşının yanında 3-4 nəfər var. Qardaşım nə edirlər onlar? Yox üstündə, yox. Aha bizim maşına vururlar. Dostlar bizim maşını atırlar suyun içinə. Bunlar kimdirlər ki gəlirlər bizim maşını atırlar suyun içinə? Bir dənə maşınımız var idi bizim. Balıqçı balıqçı. Nə oldu babala? Bizim maşını atdılar suyun içinə. Bunlar nə qarırlar ala? Bunlar nə edirlər? Şəmanı bəs. Balıqçı Şəmə şəhərə gedib. Yarışı var idi, nəsə var idi. Getdi şəhərə. Şəminin ağzını mən zibil qoyum. Otur burada da, nə otur burada. Bəs dedim bunlar gələn kimi mən özüm danışacağam. Yoxa çıxdın. Maşınım getdi, gül kimi maşınım getdi. Qaqa qapısını aç, İreska qazı ver, bas maşını düz suyun içinə. Hoppa, getdi, düz maşını suyun içinə. Salamat. Buradan sağ çıxan deyil. O motor zadı bir dəqiqə suyun içində qaldı. Ver görüm arxaya. Maşınımız biraz əzildi. Reis, məsələ həll olundu. Problem yoxdur. Həll elədik məsələni. Ay sağ ol bala. Bax, bunlar bundan sonra başa düşəcəklər ki, biz elə belə adamlar deyilik də. Yəni bizlə durub o yan bu yan söhbət eləmək lazım deyil. Sizə yüngülvari xəsarətimi göstərdim. Bu elə yüngülvarilərdir. Çətin məsələlər elə qabaqdadır. Siz bizə tabe olmasanız görün başınıza nə oyunlar açacağıq sizin. Amma qaqaşım, getdim ala sən Maniş Pedalonun kanalında yarışdıran təşkil olmuş. Getdim yarışda birinci qalib gəldim qaqaşım. 4-5 minə qoydum cibimə ala. Canavar kimi qayıdıram indi bu balıq tutulan yerə. Qaqam ideal düzəldi. Bilərsən ləzzətli düzəldi. Kimdir ana? Ana bu kimdir ana? Bu nədir ana gəliblər ana bura? Yəqin yoldan keçən qaqaşsan sürdülər, çıxdılar, getdilər. Qaqam nəsə gözüm su içmədi ya bu adamlardan.